Ehtiyac yok ki ama el verin sənə. Kişi olun hə. Biz də çalışırıq. Uşaqlar deyiblər ki, sizə bir ay vaxt veririk, bir aydan sonra biz buranı həm sürürük, şumluyuruq. İkinci tərəf payı olan tərəf. O adamlar deyir ki, mən bu yeri vermirəm, satmıram. Əgər bu stadion tamamlanmırsa, mənim üstümə niyə cumub gəlirlər hamısı? Nə işlə məndən? Yenə deyirəm, mən bunu hüquqi verəcəm. Quba rayonunun Kürkün kənd sakinləri uzun illərdir istifadə etdikləri futbol meydançasının satıldığını iddia edirlər. Vətəndaşlar onlara bundan sonra stadiondan istifadə edə bilməyəcəkləri ilə bağlı xəbərdarlıq da edildiyini bildirirlər. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyatı qurumlardan məsələnin həll olunmasını, stadionun onların istifadəsində qalmasını istəyirlər. Bizim bu stadion illərdir, 60-70 ildir stadion kimi istifadə olunur. Hal-hazırda hansı yollarlasa gidib torpağı alıb sənədini çıxarıblar. Kəndimizin relifi dağlıq olduğuna görə heç bir yer uyğun gəlmir. Yeganə uyğun olan stadionumuz buradır. Bu məsələ harasa bir aydır qalxıb, gəlib Xaçmazdan regional əmlak idarəsindən buradan işarələr qoyulub, çıxarışını çıxarılıb, sənədini veriblər. Bir aya yaxındır, çıxarış alıb gəlib ki, stadion mənə düşür. 300 nəfərə yaxın sakinimiz var. Elə özümüzdən böyüklərdən balaca uşaqlara qədər hamısı burada futbol oynayır. 30 sot əraziyi götürüblər. Yəni 30 sotda ki, o öz ərazisindən 7 milyon metrekası yarısına kimi qədər edir. Yarısı da digər şəxsə düşüb. Özü burada yaşayır. Yaxın ərazidir, evinin qabağıdır, buradan istifadə eləmək istəyir. Daima bu meydançadan istifadə edirik. Gəlib axşam oynadığımız istirahat mərkəzi kimi deyək də belə bir şey. İndi burada olmadıqdan sonra biz kənd cəmaatı nə ilə məşğul olaq? Yəni heç bir kənddə yaşamağın adı yoxdur. Yonca olan yeri görürsünüz, Yonca oldan aşağıdan demişlər. Mən bilsəydim stadiondur, mən bu cəmaatla heç vaxt özgür düşməzdim, mənim neyimə lazım. Mən razıydım, verirdim ki, xərcimi versinlər, verirdim. Sonra ikinci tərəf, tən ortasından bu yanda başqa bir adamındır. O da deyir ki, məni deyir, neçə il deyir, islahat aparandan yerimi deyir, vermirlər ki, sənə yer verəcəm. Verməyib, deyir, mən də vermirəm deyir, yerimi, torpağımdır mənim.